təxminən bir neçə gün əvvəl Qızılağac Dövlət Təbiət Qoruğunda iri buynuzlu heyvanlar yoxa çıxıb. Heyvan sahiblərinin axtarışı nəticəsində heyvanların qoruq işçilərinin özləri tərəfindən tutularaq Balıqçılar kəndində Lənkəranda saxladığı məlum olubdur. Sən demə, Qızılağac Dövlət Qoruğunun işçiləri polislərlə əlbir olaraq cəmaatın orada sahədə otlayan heyvanlarını oğurlayıblar, kəsiblər, bəzilərində kimlərəsə satıblar, yoxa çıxıb onu axtarırlar. Heyvan sahibləri şikayət etmək üçün idarə rəhbəri ilə görüşmək istəyib, idarə rəhbəri onların siz məni təhqir elədiniz deyə polisə ərizə veribdir. İndi də inəyi itən adamları polis ərizə yazdırır, cinayətçi qaldırıb ki, müdürü hədəliyirlər. İndi gedib o biri inəkləri də satıb gətirməlidirlər ki, türmədən qutarsınlar. Baxın, ay millət, aya, bu adamlar inəyi heyvanı buraxırlar da, öyle yerlər var. Otlayıb axşam özü gəlir. Nəysə, heyvanları buraxıblar. Polislə əlbir olaraq Qızılağac Qoruğunun işçiləri heyvanları oğurluyor, yarısını kəsirlər, yarısını satırlar. Heyvan yiyələri bilir ki, bu heyvanlar Lənkəranın bu kəndindədir. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, heyvanlarını heyvan yiyələri özləri tapırlar və gəlirlər Qızılağac Qoruğunun müdürünün yanına ki, ay müdür, Allah səni heç xoşbəxt eləməsin. Lənkəranın balıqçılar kəndində bizim heyvanlarımızı aparıb orada tapmışıq, kəsiblər, yiyiblər ətini də. Bəs bizim heyvanları qaytarın verin. Rəisə nə deyir? Məni söyürsünüz sizə. Davay, gedin polisə cavab verin. Ərizə yazıb polislər indi deyir, gedin o biri danaları da satın gətirin, canınızı qutarın. Allah Allah. Gedirsən, ay polis, mənim qızımı zorladılar məsələn. Arvadı zorladılar deyirsən ha polisə. Vallahi və yaxud təcavüz elədilər ha, və yaxud söz atdılar ha, şikayət edirsən. Bütün şöbə onu qayırmasa əlçəyməyəcək. Qətiyyən ilə səhv eləməyin. Namus söhbətini şak özünüz həll eləyin. Ölkədə hökumət yox. Vəssalam. Ona görə namus məsələsi İlham Əliyev dövründə öz kişiliyinizdən həll olunmalıdır. Buna baxın hələ. Boy, mənim gülmə düşüblər. Oy, Mehribanın, mən getdiyim yer var, bir dəfə danışmışdım ha, o Mehribanın qəbul yeri. Allah'ım oraya yığılıb qırğın gedir. Buna bax, boy. Qırğın. Millət ucu açdı. Millət zəncircə, güya İlham oraya qoyan o dünyanın böyük ailələri, İngilisi, bunlar bilmirlər ölkəni park-barıq kəlləyinə dönüşdü. Bilirlər. Buna millət zəncir gəmirir ha. Ancaq millət üsyan halında deyil, millət belə pişmasın, tanımadım ha. Bax, millətə bax ha. Yüzlərlə, minlərlə adam var ha orada. Hala. Allah. Benim kardeşim benim şehit oldu, biri de elinde, yoldaşım da elinde. Ne diyeyim, verdiği pensiye neye yarıyor? Acından ölenlerin derdilerini çeksinler. Devlet başına oturmadı, kesmeden yoktu. Bu millet ne vaziyette? Ayaklarının uşaqlara bax ha. Allah. Buna bax ha. Ondan sonra bu xanıma nömrə verildi. Bu zarafat vardı orada, əksi dərləri, ayaqları, həşrət yası vardı. 2 dərəm oldu. Baxan yoxdur. Buna. Allah, hamıca etiraz edir, hamıca birbaşa hədəf kimi İlham Əliyev götürür. Belə şey deyil ha bu. Hazır olun ayaqlanmağa. Hazır olun. Dəyərli həmvətənlərim, hər şeyinizi hazırlayın, hazır olun. Sahibkar sata bilmir südünü. Baxın, ala. Kənd təsərrüfatı nazirliyi. Sənin balan belə qalsın. Südə bax. Millət zəncir gəmiri. Siz hazırlaşın, pistonlarınızı ələ alın. Baxın. Kənd təsərrüfatı nazirliyi. Sənin balan belə qalsın. Südü vurur poç. Kənd təsərrüfatı nazirliyi. Poçkaları vurur ya. Mən Lənkəran rayonunda dəfələrlə öz süd məhsullarımı çıxartıb satmağa yer axtarıram. Kasıb südünü sata bilmir ha. Allah. Bax. Bunun litridir. 30 qəpiyə litridir. Çıxan nefti 2 manat dildə satılır. Yerin altdan çıxan neft 2 manata satılır bizə. Baxın, 30 qəpiyə süd. Allah, 30 qəpiyə alan yoxdur. Bu inək 6 manatlıq, preski axı 5 manatlıq. Milləti məhv ediblər. Ay millətin dizini yerə qoyub. Tulkalarınızı hazırlayın. Hər şeyinizi hazırlayın, suzab doldurmağa da içməyə. İlham Əliyev qorxacaq. Siyavuş da deyəcək, qabil katlet hazırlattırır cəmaata. Bax, inqilab belə olan zaman həyata keçir, bax. Çibanuşi partlamaq həddindədir. Amma biz öz kənd təsərrüfatımızı südün verəmirik. Əvvəlcədən Azərbaycan Respublikası Bakı şəhərində yerləşən prezident administrasiyasına qəbul şöbəsində yaxınlaşdıq və zürriyyətimizi götürdük. Bu günləri o bizə deyir ki, birincinin görüntülü danışacaq, həmişəki söhbətlərdən. Ölkəni sıçıblar içinə. Ölkə poxun içindədir.